mediadan düzgün şəkildə istifadə etmiriksə, bu bizə nə qazandıracaq? Əxlaqi dəyəri çox ayaq altına almışıq. Bir anda qapı döyülür, yoldaşım gəldi, qaqaş çıxır. Bəs üzrü hesab edin, axırda gələn yoldaşı deyilmiş, amma qaz pulu yığan imiş. Yəni nədir bu? Bu aktyorluq deyil, bu sənət deyil, bu vaynerliyi deyim, blogerliyi deyim, hər nə ad verirsə verin, bu o deyil. Son vaxtlar sosial şəbəkələrdə komedi video adı ilə əxlaqi dəyərlərimizi hörmətdən salan bir çox videolar var və yayımlanır. Bu videoların səbəbi, məqsədi nə üçündür, necədir, biz bunlara düzgün baxmırıq açıqcası. Çünki düzgün deyil. Komedi düşündürməlidir. Həm güldürməlidir, həm də düşündürməlidir. Komedi nədir və əxlaqi sərhəd nədir? Biz bunları həqiqətən qarışdırmışıq və qorumuruq. Komedi adında yayımlanan videolarımız, komedi adında bizə göstərilən, yəni güldürürsən, tamam, amma bir dəfə güldürməyi bacaracaqsan və milli və mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmətlik edirsiniz. Bunu etməyin. Ad verməyəcəyik, amma izləyicilər də bilir, cəmiyyətimizdə də bir çoxları bilir ki, kimlər eləyirlər bu videoları. Pul üçün eləyirsiniz, tanınmaq üçün eləyirsiniz, hər nə üçün edirsinizsə, düzgün etmirsiniz. Çünki bunlar bizim Azərbaycanımızın əxlaqi dəyərlərini, hər bir şeyini çox aşağı səviyyə salır. Bugün güldürmək üçün, bəli, xanım aktyorlardan istifadə olunur həmin videolarda. Amma güldürməkdən daha çox əxlaqsızlığı təbliğ edirsiniz. Yəni sual verirəm sizə, nəyə görə, nə üçün? Yəni bu güldürməkdirsə, bu güldürmək deyil. Bu aktyorluqdursa, bu aktyorluq deyil. Əgər bizlər bugün mediadan düzgün şəkildə istifadə etmiriksə, bu bizə nə qazandıracaq? Biz mediadan düzgün şəkildə istifadə etmirik. Komedi olsun, drama olsun, aksiyon olsun və s. nələr çəkiriksə bunları düzgün şəkildə çəkmək. Örnək olmalı, örnək şəklində eləməli. Aktyor olmaq o demək deyil ki, biz mənəvi dəyərlərimizi, əxlaqi dəyərlərimizi, milli mentalitetimizdə olan dəyərləri, İslami, yəni dini dəyərlərimizi aşağı səviyyəsi. Olmaz, qətiyyən olmaz. Və bugünkü videolara baxırıq ki, mən birini misal çəkə bilərəm. Keçən səfər qarşıma çıxdı. Deməli, güya kuryer qapıya gəlir, qapını döyür, sifarişi verir. Qapını açan xanım deyir ki, içəri keçin. Kuryer həvəslənir ki, xanımla yaxınlıq edəcək. İçəri keçdikdən sonra xanım deyir ki, salonda təmir gedir, zəhmət olmasa yataq otağına keçin. Və yataq otağına keçəndə də həmin o kuryer şəxs, aktyor, soyuna keçir və yataq otağında xanımı yoldaş deyir ki, buyurun, sifarişin pulu. Siz burada nəyi anlatmağa çalışırsınız? Niyə bu qədər adiləşdirirsiniz? Niyə bu qədər sadələşdirirsiniz? Bu qədər adiləşdirmək, sadələşdirmək sizə nə qazandırır? Vallahi billahi bu pul qazanmaq deyil, bu tanınmaq deyil. Var, həmin şəxslərin fərqli videoları da var, maraqlı, gülməli, restoranda çəkilən və s. parkda və s. çəkilən videolar var. Çox gözəl, çox əhsən. Bacarıqlı aktyorlarsınız, bacarırsınız. Sevilirsiniz də, amma qədərində o sərhəddi qoruyub saxlayaq. Azğınlığa, bu qədər aşırı dərəcəyə qaçmağa ehtiyac yoxdur. Amma hər əyləncənin də, hər əyləncəli videonun bir fəsadı var. Bu fəsadı olmamaq üçün biz istər videolar olsun, istər həyat tərzimiz olsun, biz bu fəsadları qarşısını almalıyıq. Düzdür, indi cəmiyyətimiz, gənclər, uşaqlar sevirlər, baxırlar, gülürlər. Amma bu əyləncə adında biz gənclərimizi korlamayaq. Buna diqqət edək. Əxlaqi dəyəri çox ayaq altına almışıq. Çox belə aşağı səviyyədə gedirik. Biz Azərbaycanlıyıq, biz Azərbaycan dövlətində yaşayırıq. Bizim öz dini və mənəvi dəyərlərimiz var. Biz bunları acizləşdirməyək. Biz bunları gətirib ictimailəşdiririk, sosiallaşdırırıq. Tamam, gözəldir. Amma bir əxlaq üzərinə yumor olmaz. Komedi, mən yenə deyirəm, təkrarən deyirəm. Komedi həm güldürməlidir, həm də düşündürməlidir. Bunu bəli, bacaran professionallarımız varmı? Var. Aktyorlarımız varmı? Var. Keçmişdə də var idimi? Var idi. Bəs indi niyə bu qədər biz acizləşmişik? Niyə bizim əvvəllər, ayıbdır, olmaz, bu bizə yaraşmaz denilən şeyləri hal-hazırda videolaşdırıb, filmləşdirib, seriallaşdırıb, reklamlaşdırıb göz önünə gətiririk? Bəs bizim babalarımızdan bizə qalanlar, bəs bizim adət-ənənələrimiz harda qaldı? Pul qazanacaq deyə, cibimiz pulla dolacaq deyə, niyə biz əxlaqi dəyərləri belə darmadağın edirik? Yəni, gəlin məsələyə həm psixoloji baxaq, həm mənəvi cəhətdən baxaq. Mənəvi cəhətdən baxdığımızda bu videoların bizim mənəviyyatımızın, deyə bilərsiniz ki, mənəviyyat necə korlaya bilər? Çox gözəl də korluyur, çox belə bərbad vəziyyətə də gətirir. Çünki insan həm maddədən ibarətdir, həm də ruhani bir varlıqdır. Biz tutmuşuq maddədən, yəni maddi dediyimiz sadəcə puldan söhbət getmir. Yəni bu da maddidir, əlimiz də maddidir, toxunduğumuz bu da maddidir. Biz sadəcə materialist baxırıq məsələlərə və bütün o mənəvi dəyərləri qoyuruq qırağa. Bu olmamalıdır.
Bugün çıxaq, tamam. Gün ərzində başımıza o qədər şeylər gəlir ki, gülməli hadisələr gələ bilər. Gündəlik həyatımızda çox var. Gəlin bunlardan götürək çəkək. Bunlardan bir şeylər çıxardıq. Amma otururuq bəziləri, bir çoxları hətta oturur mən neyniyim görəsən. Ha, bu filan xanımı çağırım, çəkilişə tamam çağırdım. Sən belə elə, belə söz de. Nə bilim, mən sənin yoldaşınam, amma sən məni aldadırsan. Yəni bu videolarla nə etməyə çalışırsınız? Oturur evdə sual verir ki, bəs oğlanla qız danışır, bir anda qapı döyülür. Yoldaşım gəldi, qaqaş çıxır. Bəs üzrü hesab eləyin, axırda gələn yoldaşı deyilmiş, amma qaz pulu yığan imiş. Yəni nədir bu? Yəni bu nə etməyə çalışırsınız? Mənə çox maraqlıdır. Yəni biz bu hal-hazırda qorumalıyıq. Biz qorumuruq. Biz gənclərimizi qorumalıyıq, oğlan uşaqlarımızı qorumalıyıq. Qorumaq o demək deyil, tutaq evdə saxlayaq. Yox, öyrənməlidirlər, görməlidirlər, amma belə örnək olmaq lazım deyil. Bu aktyorluq deyil, bu sənət deyil. Bu vaynerlik mi deyim, blogerlik mi deyim, hər nə ad verirsə verin, bu o deyil. Yəni biz Azərbaycanlıyıq, özümüzə xas şəkildə eləməliyik. Serialımızı da, filmimizi də kimsə bənzətməyə ehtiyac yoxdur. Hansısa ölkədən nəyisə götürməyə ehtiyac yoxdur. Çünki biz tariximizə baxdığımızda görürük, çox keyfiyyətli filmlərimiz var. Qaçaq Nəbisi olsun, Yeddi oğul istərəm olsun, var. Amma hal-hazırdakı indi o aktyorlarımız yox. O milli mentalitetə dəyər verən, Azərbaycanın adət-ənənələrinə dəyər verən və o şəkildə çəkən yoxdur. Bugün oğurlamaq peşindəyik. Yəni ondan bir şey oğurla. Yəni tətbiq eləyək. Türklərdə buna uyarlama deyirlər. Biz tətbiq eləyək, götürək. Amma gəl özümüzə xas eləyək. Öz dəyərlərimizə dəyər verərək ona uyğun eləyək. Yəni biz niyə məsəl üçün atıram Avropadakı onların çəkdiyi şeylərdən götürüb Azərbaycanda uyarlayırıq? Yəni niyə? Olmamalıdır bu. Qətiyyən bunun qarşısı alınmalıdır. Biz qıraqdakıların keyfiyyətli işlərini götürək də. Biz niyə cəmiyyət olaraq ancaq qıraqdan, Avropadan, Türkiyədən və s. harda olmaz şeylər var, harda bizə yaraşmayan şeylər var, harda bizim nə dinimizə, nə milli mentalitemizə heç nəyə uyğun gəlməyən şeylər var, götürürük, onu tətbiq edirik. Və təəssüflər olsun ki, o qədər acizləşmişik ki, biz bunlara gülürük, biz bunlara gülməli yox, bu ağlamalı vəziyyətdəyik. Biz nəyə gülürük? Bizi gülə-gülə öldürürsünüz, gülə-gülə mənəviyyatımızı əzirsiniz, güldürə-güldürə dəyərlərimizi itiririk. Bugün Azərbaycanda nə qədər gənc uşaqlar var, gənc qızlar var, böyüyürlər, sərpilirlər. Onlar gələcəkdə bir ana olacaqlar, bir evin xanımı olacaqlar. Nəinki evin xanımı, iş yerində bir vəzifə sahibi olacaq, bir yerlərdə işləyəcəklər. Bunlarla böyüməməlidir. Bunlar normallaşmamalıdır. Xanımın kişisini aldatmağı, kişisinin yoldaşının xanımını aldatmağı, bunları biz niyə komedi halında sunuruq millətə? Yəni bizim Azərbaycanımızda o qədər başımızda problemlər var ki, yəni hər tərəfdən sıxışdırırlar, hər tərəfdən sıxıntılar var. Xarici ölkələrin elədiyi bizə paxıllıqlar, istər siyasi məsələlərdə ali baş komandamızın əziyyətini hamımız görürük və xarici siyasətdən görürük necə güclü addımlar atır. Yəni biz zaten sıxışmış bir vəziyyətdəyik, müharibədən də çıxmışıq. Biz toparlanmalıyıq, hər cəhətdən toparlanmalıyıq, amma medianın gücü çox güclüdür. Medianın gücü çox güclüdür, amma biz onu düzgün istifadə edə bilmirik. Sabah bir gün bizə əskərlər gedir də, böyüyürlər, əskər gedirlər, döyüşə gedirlər. Biz hansı oğlan uşaqlarını böyüdürük biz? Siz fərqindəsiz? Siz fərqindəsiz biz nə böyüdürük, nə qoyuruq gələcəyimizə? Onlar hansı düşüncə ilə böyüyəcəklər? Biz bugün aşılamalıyıq vətənpərvərliyi, bugün aşılamalıyıq. Yenə təkrar edirəm, bəlkə də çox təkrar sözlər var, bezəcəksiniz. Amma bunları mən təkrar mütaliə eləməliyik. Bu təkrar söz var, təkrar biliyin anasıdır. Bunları biz deməliyik. Biz bugün oturmuşuq ancaq, yenə deyirəm, o video çəkənlərə də sözüm, eləməyin. Oturaq, neyniyək, milləti güldürək. Güldürün, çox gözəl də güldürün, problem yoxdur. Sizin gördüyünüz sənətlə, nə bilim, aktyorluqla bir işimiz yoxdur bizim. Amma o güldürmək deyil. Qadını gözdən salmayın, xanımları aciz göstərməyin, xanımları istifadə olunmuş göstərməyin. Baxın, bilirəm, ölkəmizdə var, demirəm yox. Yəni bütün dünyada, hər yerdə var. Yəni çəkdiyiniz şeylər var təbii ki, xəyanət edəni də var, nə bilim, yoldaşını aldadan da var. Bunlar var, amma biz bunları gülməli vəziyyətdə sunmamalıyıq. Biz bunları gülməli vəziyyətdə, yəni güldürərək video halına gətirib sunduğumuzda istəmsiz şəkildə normallaşdırırıq. Biz bunların qarşısını almalıyıq. Deyirik ki, elə insanlar oturub zaten gülürlər, qoy gülsünlər. Biz də baxışımızı qazanaq, biz də pulumuzu qazanaq. Əla, super. Belə pul qazanacaqsınızsa, gənclərimizi belə zəhərləyəcəksinizsə, lazım deyil. Zaten gənclərimiz bir çox sıxıntılar yaşayırlar. Nə bilim, indi kimisi oxuyur, mən görürəm də gəlirlər, məsəl üçün kirayədə qalırlar, işləyirlər, həm oxuyurlar, həm şey edirlər. Yəni zaten böyüyürlər böyüməyinə, amma biz də bunlara bu medianın gücündən düzgün istifadə edib düzgün şeyləri aşılamalıyıq.
9-10 yaşında uşaqların beynini qarışdırmayaq. Xahiş edirəm sizdən. Onlara düzgün şeylər aşılayaq. Onların özünü tapmağına kömək olaq. Əxlaqsız şeyləri əyləncəli göstərməyək. Biz Azərbaycanda yaşayırıq. Biz zəfər qazanmış bir dövlətik, bir millətik. Bizim öz ağırlığımız var. Bunu biz necə yəni siz bunları görmürsünüz? Ya da görürsünüz, görməzdən gəlirsiniz. Biz nə qədər hansı dərəcədə sərt danışa bilərik ki, siz anlayasınız? Yəni siz nə düşünürsünüz? Yəni bu anlıq bir şeylərdir, puldur, falandır, qazandınız, tanındınız. Belə tanınmaqdırsa, vallahi heç ehtiyac yoxdur elə tanınmağa. Örnək. Ya örnəkdən danışaq. Örnək nədir? Bax hər şeyin bir örnəyi var. Pis örnək var, yaxşı örnək var. İndi gəlin oturağın, özümüzə bir dənə baxağın, istişarə eləyəyin. Görək biz hansı örnəyi, nəyə örnək, kimlərə örnək? Örnək olmaq lazımdır, yaxşı mənada örnək olmaq lazımdır. Bugün telefonlarda hər kəsin qarşısına çıxırsınız da, görsəniz. Telefonu bir dənə tak, hamının qarşısına çıxırsınız. Özünüzdən sonra gözəl bir şeylər var. Daha sənətkarlarımız olub bizim. Özlərindən sonra görün necə gözəl filmlər, necə gözəl söhbətlər qoyub gedirlər. İnsan hər baxdığında qürur duyur. Onlar komedi çəkmirlər və komedi çəkə-çəkə elə gözəl mesajlar verirlər ki, anlayan üçün çox dəyərlidir və özünə dərs çıxardır. Sadəcə biz bunu demək istəyirəm ki, gülə-gülə dəyər itir, dəyərsizlik yaranır. Sadəcə gülə-gülə bunu eləyirik. Və siz güldürə-güldürə cəmaatın, necə deyim, mənəviyyatını öldürürsünüz. İndi düzdür, deyə bilərsiniz, nə bilim, biz çəkirik, millətə nə olur, cəmaata nə olur ki, hərə öz yolunu seçə bilər. İndi sözlər var da, hərənin öz yolu var. Nə bilim, istəyən doğrunu bilir, düzgünü seçə bilir. Seçim haqqı səndədir və s. falan beşməkan. O deyil. Sizin axı izləyiciləriniz var, uşaqdan böyüyə. Var, həm də çoxdur. Və siz çox şey eləyə bilərsiniz. Mənəvi cəhətdən, milli mentalitet cəhətdən, Azərbaycanın dəyərləri cəhətindən. Bugün bir Azərbaycan xanımı istər ölkəsində, istər xarici ölkədə bizi belə təmsil eləməli deyil. Biz o xanımlar elə böyüməlidir ki, bizi istər biznesdə olsun, istər idmanda olsun, çox gözəl təmsil edir. Varmı? Var. Eləyirlərmi? Eləyirlər. Amma daha da çox olmalıdır. Medianın gücündən istifadə eləyib biz o örnəkləri, o gözəllikləri körpələrimizə öyrətməliyik. Bu şeylərə diqqət edək, dəyərsizləşdirməyək, özümüzə də dəyər verək, başqalarına dəyər verək. Həzrət Əli əleyhissalamın bir sözü var. Deyir, özünə rəva bilmədiyini başqasına rəva bilmə. Empati eləmək lazımdır. Özünüzü qoyun onların yerinə. Sizin evladlarınız da o şəkildə böyüsə xoş olarmı sizə? Biz məsuliyyətliyik. Bizim millət məsuliyyətli millətdir. Sadəcə öz evimizin üçün düşünməli deyilik. Bütün dəyərləri qorumalıyıq. Hamısı bizim balalarımızdır. Hamısı bizim bacımız, qardaşımızdır. Biz məsuliyyətli millətik. Sadəcə öz evimizin üçün düşünməməliyik. Gənclərimiz də düşünməliyik. Onlar bizim gələcəyimizdir. İnşallah ki, faydalı olar söhbətimiz sizlər üçün. Mən bir şey nəzərdə çatdırmaq istəyirəm. Niyə bu dünyada tək xanımlarla bəylər var, üçüncü cins yoxdur? Niyə? Çox gözəl sualdır, çox məntiqli, çox belə Bəli. professional və professora aid bir sualdır. Mən cavab tapa bilmirəm. Bu sənə dəxli var. Mən maraqlıdır da mənə də. İndi yaşayırsan da. İstəyirəm ki, üçüncü də olsun da, maraqlı olsun. Üçüncü ol, niyə necəsən? Həyatda nə əldə eləyəcəksən? Birlik, dostluq, sevgi, qardaşlıq. Sənin o qardaşlığı qoy qırağa. Gör nə edirəm? Sən keçən səfər sənin bir reklam çəkilişində gördüm. Hansı reklam çəkilişində? Da ad verməyək. Sən verək. orada nə deyirdi? Sənə sual verirlər, sən sağsağan haqqında danışdın. Yox, belə deyirdilər. Mənim bir dənə də ən sevdiyim heyvan hansıdır? Ən sevdiyin heyvan hansıdır? Sağsağan. Tamam, sağsağan bildim. Sağsağan uçan quş cinslərinə aiddir, düz? Sən orada desən ki, bu yerlə sürünür. O yerlə sürünür Amazon meşələrində ən nadir tapılan heyvanlardan birisidir. O sürünür, uçmur. Onu mən eləmişəm elə. Yəni mən elə fikirləşirəm, uçmur. Sənin xəyalındakı olan bir şeydir bu. Yox, mən öz gözümdən görmüşəm. Deməli mən sənə 2003 hadisəsini danışım da. 2003. Özün səncə də dünyaya gəlmiş. 2008. Mənə bunu danışıblar. Bu 2003-dən danışır mənə. Komentar linçimi istiyorsa desin ha. Danış. Deməli Qoy danışsın, dəymə. 2003-dən danışır. Deməli mənim ulu babam İskəndərlə nənəm Peterburq Amazon meşəsinə Amazon meşəsinə istirahətə gediblər. Nəsə babam belə baxıb, görüb ki, bir dənə quş var. Yaxşı quşu da belə uçur. Nənəm də ləzzət eləməyib də, nənəmə də arvad yazıq da, yaxşı geyinməyib də. Heç nə. Deyib ki, bu uçmasın. Babam bütün sağsağanların qanadını kəsib, hamısı sürünür. Ondan sonra sağsağan sürünən quş olur. Amma baban eləyir. Bəli. Mənim ulu babam İskəndər. Allah rəhmət eləsin. Ölənlərə rəhmət. Tut. Söhbət qazanında gələn verilişdə görüşənədək. Abartma.